Necə keçir? Salam, xoş gördük sizi. Özünüzü təqdim edərsinizmi? Salam, mən Əliyeva Zeynəb, amma çox adam məni 681 olaraq tanıyır. İnformasiya texnologiyalarının 2-ci kurs tələbəsiyəm. Zeynəb xanım, aralıq imtahanları başlayıb. Necə gedir imtahanlar? Hələ ki yaxşıdır, inşallah axırı da yaxşı olar. Ora baxın, bura baxın. Salam, mən Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya ixtisasının 2-ci kurs tələbəsi Seymur Məstalıyev. Yaxşıdır, yəni çalışıram, nəticəm də yüksək olur. Xoş gördük. Mən Məmmədov Murad. Azərbaycan Dövlət Aqrar Universiteti 2-ci kurs tələbəsi, aqromühəndislikdə oxuyuram. Hələ ki 3 imtahan vermişik və çox yaxşı gedir. Adım Məhmədcan, soyadım Şahin. Baytarlıq ixtisası 2-ci kurs tələbəsiyəm. Adım Muhammed, soyadım Can Polat. Baytarlıq 2-ci kursum. Teşekkürler. Yaxşı gedir. Çok yaxşı ve keşenk gidiyor. Yəni gözlədiyiniz nəticəni əldə edə bilirsinizmi? Valla özümdən 20-yə 20 gözləyirəm. Yığanmayanda da ortalığı bir-birinə qatıram. Bəli, təbii ki də mən açığını desəm, mən qorxu ilə girirəm imtahan. Amma çox şükürlər olsun ki, təkrarladığım və dərslərdə olan hər bir mövzu orada düşür. Biz 20, 20-yə 18 kimi nəticələr göstəririk. Gözlədiyimdən belə yüksəkdir. Yukarıdır bəli. Bazen çok yukarı oluyor, bazen çok aşağıda oluyor. Ortasını bir türlü bulamıyoruz ama bulacağız inşallah. O zaman sizin hər birinizə uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Siz de sağ olun, çok teşekkür ederiz. Yox, o əsasən diqqətsizlik səhvlərim olur. Onu bir ara... O da biraz sizi əsəbləşdirir. Az, həm də çox. Çox sağ olun Zeynəb xanım, təşəkkür edirik. Belə çox ürəkli danışırsınız, ona görə öyrənmək istədim ki, nəticələriniz necədir? Yox, çox yaxşı. Allah, çox sağ olun, uğurlar sizə. Siz sağ olun.